Müqayisə cədvəlinə əsasən obrazlardan bağlı düzgün fikirlər müəyyən edin. Səlma ana mərd, məğrur, müsbət ana obrazının tipik nümayəndəsidir. Bu ortaya yazılmalıydı. Müqayisə cədvəlində bu ortaya yazılmalıdır. Çünki hər ikisi mərddir, məğrurdur, müsbətdir. Müsbət obrazdır. İki doğrudur. Səlma ana mənəvi böhran keçirir. Yeganə çarəni Tanrıya sığınmaqda görür və deyir ki, Allah'a səndən başqa havadarım yoxdur deyir. İki doğrudur. Üç ortaya yazılmalıdır. Burla Xatun da oğlu ovdan gələcək deyə məclis qurdurur, oğlancığımın ilk ovudur deyir. Bir də Səlma ana da deyir ki, gəlinlə İsmətə. Deyir, hazırlıq görək, tez gəl hazırlıq görək. Bu ortaya yazılır. Əsirlikdə olan övladını tez-tez yuxularında görür. Yox, Burla Xatuna aid belə bir fikir yoxdur. Bu, Səlma anaya aiddir. Qayğıkeş, döyüşkən, düşmənə qarşı mübariz anadır. Bu, Səlma anaya aid deyil, Burla Xatuna aiddir. Övladına görə narahatçılıq keçirir. Təbii ki, düzdür. Hər ikisi narahatlıq keçirir. Cavab 2 və 6.